Xoş gəlmisən Seymur. Səndən ikinci podkastımızdır deyəsən çəkirik. Daha maraqlı suallar hazırlamışam. Tamam. Birinci sualım odur ki, bu gün şirkətlər üçün kiçik orta sahibkarlıq üçün ən böyük problemlərdən biri korporativləşmədir. Ümumiyyətlə korporativləşmə nədir və nə üçün lazımdır və sahibkarlar niyə bundan qorxurlar? Çox sağ ol Murad. Korporativləşmə hal-hazırda deyirəm ki, Azərbaycanın iqtisadi bazarının yaralı nöqtəsidir. Niyə görə? Hər kəs deyir korporativləşmə var, amma dərinə düşürsən görürsən ki, korporativləşmənin yaxından uzaqdan əlaqəsi yoxdur adamların korporativləşmə dedikləri. Və korporativləşmə dedikləri də nədir əksər hallarda? Saytlarında yazdıqları vizyonu, missionu və dəyərləri. Hansı ki, sadəcə brendinq üçün istifadə olunur, amma korporativləşmənin əsli nədir? Korporativ idarəetmə əslində dəyər əsaslı idarə etmədir. Yəni korporativləşmə keçən dəfə bir ifadə çıxdı qarşıma. Bu ingiliscə deyib sonra Azərbaycanca izahını verəcəm. Bir culture eats strategy for the breakfast. Hansı ki, bu məcazi mənada işlədilmiş bir ifadədir. Korporativləşmə strategiyanı səhər yeməyi üçün yeyir. Yəni nə qədər güclü strategiyalar yazsaz da, nə qədər ən brend məhsulları satışa gətirsəz də, nə qədər hətta müəyyən müddət şirkət təsadüfi böyüsə də, korporativləşmə yoxdursa, dayanıqlı böyümədən, dayanıqlı inkişafdan söhbət gedə bilməz. Korporativləşmə nədir? Korporativləşmə hər kəsin müəyyən dəyərlər əsasında toplanışması deməkdir. Nəyə görə dəyər əsaslı idarə etmə dedim? Həmişə mən korporativləşmədən danışanda ailə dəyərlərindən danışıram. Yəni çox bənzəridir. İnsan ailə institutu, ailə özü bir cəmiyyətdir, şirkət özü bir cəmiyyətdir, çünki insandan ibarətdir. Ailəni ayaqda saxlayan dəyərlərdir. Dəyərləri formalaşdıran ailənin başçısıdır. Ki mən ailədə bu formada davranılmasını istəyirəm. Çox sadə və lor izah verirəm. Eyni bənzər yanaşma şirkət üçün keçərlidir. Şirkətin sahibkarı, şirkətin CEO-sudur ki, mən öz çalışanlarımın bu şəkildə davranmasını, bu dəyərlərə sahib olmasını istəyirəm. Və o dəyərlər insanları özləri hiss eləmədən idarə edə bilir. Və dəyərlər olaraq, misal üçün sən dürüstlük, sən ədalətlilik, sən müştəri yönümlülük, sayıram, çox sadə dəyərlər var. Onları seçmisənsə, bu dəyərləri hər hərəkətində hiss elətdirməlisən. Həm işçilərinə qarşı, həm müştərilərinə qarşı, həm cəmiyyətə qarşı. Sən işçinə qarşı ədalətli davranır, müştəriyə qarşı ədalətli davranmırsansa və yaxud da tərsinə, bu demək ki, qoyduğun dəyərləri özün pozursan. Yəni korporativləşmə bir şirkətin müəyyən davranışlar əsasında, müəyyən dəyərlər əsasında toplanıb idarə olunmasıdır. Və bizim bütün gündəlik davranışlarımızı biz özümüz hiss eləmədən birbaşa dəyərlər formalaşdırır. Korporativləşmə prosesi bildiyimiz kimi çətin bir prosesdir. Bu korporativləşmə prosesində qarşılaşılan problemlər nələrdir ən çox və bunların öhdəsindən necə gəlmək olar? Bunun üçün bir təcrübə varmı? Var. Çox yaxşı sualdır. Korporativləşmədən danışanda birinci gəl qlobal təcrübəyə baxaq. Qlobal təcrübədə korporativləşmə ilə bağlı belə qəbul olunmuş müəyyən bir standartlar var. Yəni şirkət ticari idarəetmədən çıxıb korporativ idarəetmə sisteminə keçirsə, bunun üçün təxmini müəyyən olmuş müddət 5-8 il arası bir müddətdir. Yəni korporativləşmə asanca tez bir şey deyil. Deyil, yox. Çünki sənin davranışın dəyişir. Sənin iş üslubun dəyişir, sənin ünsiyyətin dəyişir. Sənin şirkətinin fərd olaraq bütün yanaşmaları dəyişir. Yəni korporativləşmə dediyimiz ən əsas məsələlərdən biri çox ciddi zaman alır. Və korporativləşmənin formalaşması üçün ən önəmli məsələ necə ki deyirlər, ailədə bir şeyin olmasını istəyirsənsə onu demə, davranışın nümunəsi ol, et və digər ailə üzvləri görsün və o davranışı formalaşdırsın. Nümunələr formalaşdırmaq lazımdır şirkətdə ki, insanlar və yaxud da müəyyən fəaliyyət planları olur. Əksər hallarda 3 illik intensiv fəaliyyət planları formalaşdırılır və o fəaliyyət planları tətbiq oluna mərhələli şəkildə insanların davranış dəyişikliyinə və bir növ korporativləşməyə gətirib çıxardır. Azərbaycan sahibkarlıq subyektlərinin əksəriyyəti müəyyən bir yerə gəlib ticari idarəetmə ilə çıxırlar. Hansı ki, sahibkar əksərən deyir ki, boş şeydir korporativləşmə, gəl reallığı danışaq da. Satıram, pulumu qazanıram və bir şeyə ehtiyacım yoxdur. Nədir korporativləşmə? Banka kreditləşmədə yazarsınız ki, bizdə də korporativləşmə var. Reallıqdır bu. Amma bir yerdən sonra görür ki, böyüyə bilmir. Yəni inkişaf gəldi, dayandı. Yaxşı halda bir sabitlik səviyyəsində dayanır, pis halda üz aşağı gedir. Hansı ki, şirkətin bir kadr potensialı çürümüş olur bir növ deyək. Şirkət ona görə korporativləşmənin ağrısını müəyyən bir inkişafın pik həddinə çatanda hiss edə bilir. O aqressiv inkişaf dönəmi var. Onda çox da hiss olunmur. Çünki pul gəlir, insanlar xoşbəxt, biznes inkişaf eləyir. Çox da korporativləşmə nəzərə çatmır. Və şirkət sayklları var da, yaranma, inkişaf, aqressiv inkişaf, durğunluq,
yenilənmə, süqut dönəmlərindən danışsaq şirkətin, əksər hallarda sahibkarlar, dediyim kimi, korporativləşməni birinci növbədə dediyim, hansı ki, əsas ən vacib çətinlik sahibkarların düşüncə tərzindən vacib çətinlik. Yəni Lazım. bunu boş iş kimi dəyərləndirirlər ki, nəyə lazımdır korporativləşmə? Sonra baxırlar ki, gətirdim şirkəti rəqəmsallaşdırdım, ERP-yə milyonlarla pul xərclədim, işləmədi, insanlar istifadə eləmədi. Çünki düşüncə dəyişikliyinə yol açmamısan sən. Və yaxud da hansısa bir yeni strategiya gətirirəm. Strategiyanın işlənməsi nəyin belinədir? İnsanların belinədir, insanların boyundadır. İnsanlar o strategiyanı reallaşdırır. Və insanların düzgün işləməyinə ən birbaşa təsir göstərən ən vacib amil korporativləşmədir. Ona görə birincisi korporativləşməni istəyən sahibkar deyir ki, Seymur, bir ilə bunu eləməliyik. İzah eləməyə çalışıram. Yox, bir ilə alınası bir şey deyil. Səni aldatmayın. Yaxşı halda 3 ildən sonra effektini hiss edirsən, effekti hiss olunur. Əgər silsiləli şəkildə fəaliyyət planı qurmusansa, düzgün şəkildə 5 ildən sonra artıq effektini görə bilirsən ki, sən artıq korporativ idarəetmən var deyə bilərsən. Top Employer institutu var, Best Managed Companies var, IAP var, hansı ki, qlobal işə götürənləri qiymətləndirən təşkilatlardan danışıram. Bunlar qiymətləndirməni aparanda heç biri gəlib birinci biznesi qiymətləndirmir. Maliyyə hesabatlarını qiymətləndirmir, texnoloji imkanları bu dediyim amillər qiymətləndirilir. Birinci ən böyük ağırlıq payı ilə korporativ idarəetməni qiymətləndirirlər. Mən də bunu belə deyərdim də, yəni sənin maliyyə vəziyyətin sadəcə bankdan kredit götürəndə baxılır. Əgər sənin şirkətin işlənilmək istənilən bir yer deyilsə, uzun müddətdə ayaqüstə qala bilmərsən. Sualım bir dənə də belədir. Korporativləşmədən əlavə olaraq bunu rəhbər mi etməlidir, yoxsa qıraqdan mı dəstək almalıdır? KOB-larda belə bir situasiya var. Rəhbər günlük prosesin o qədər içindədir ki, yəni bir növ əlini çırmalayıb işin içinə girib də. Onun həm idarə edib, həm sistem qurmağa vaxtı yoxdur. Qıraqdan cərbələdiyimiz adam prosesi nə qədər hiss edib sistem qura bilər və yaxud orada biraz da bizim rəhbərlərin mindsetini aşağı-yuxarı anlayırsan da. Bu necə tarazlana bilər? Yəni bu problemi necə aradan qaldıra bilərik? Korporativləşmə prosesinin aparılması, deyərəm ki, 50-50-yə həm şirkətin rəhbər heyətindən asılıdır. Burada yük təkcə sahibkara və ya da CEO-ya düşmür. Üst rəhbərlik dediyimiz rəhbərlərin nə qədər korporativləşməni, dəyər əsaslı idarəetməni mənimsəmələrindən və komandaya yaymalarından söhbət gedir. Çünki tutaq ki, mən outsource şirkətəm, konsultantam, gəlirəm bir şirkətdə korporativ idarəetmə sistemi qururam. Özümdən atomu parçalayacaq sistemlər də qursam, şirkətin rəhbər heyəti bunu istəməsə və itələsə, mənim elədiyim boş işdir. Ona görə birinci növbədə sahibkar və ən önəmlisi onun birbaşa tabeçiliyində olan, yəni üst rəhbərlik dediyimiz vəzifə kateqoriyasına aid olan insanlar buna inanmalıdırlar, bunu aşılamalıdırlar. Hər şey aşılamaqdan keçir. Korporativləşmənin davranış nümunəsi olmalıdırlar və paralelində silsilə fəaliyyətlər planı olur. İnsanlara dəyərlər aşılanır, team buildinglər olur, müəyyən aktivitələr olur. Bu dediyim 3 il müddətində insanları bir-biri ilə yaxınlaşdırma və şirkətin müəyyən etdiyi o dəyərləri insanlara aşılama və o dəyərlərə dair nümunələr üzərindən fəaliyyət toplusu formalaşdırılır. Yəni insanları bir araya təlim kimi yığmırlar ki, bizim dəyərimiz budur, gedin sabahdan bu formada davranın. İnsanlara fərqindəlik yaşadacaq real situativ кейslər üzərindən müəyyən çalışmalar olur ki, insanlar başa düşsünlər ki, bu dəyərlər nədir? Mənim öz dəyərlərimlə şirkətin dəyərləri üst-üstə düşürmü? Düşmürsə nə qədər bu şirkətdə çalışa bilərəm? O qədər fərqindəliklər olur ki, görürsən ki, çalışan fərqinə varır ki, mənim əslində dəyərlərimlə şirkət dəyərləri üst-üstə düşmür. Yəni bu silsilə fəaliyyət prosesidir. Yəni burada konsultant şirkətin üzərinə 50% yükdə düşür, şirkətin rəhbərinin və üst rəhbərliyin üzərinə. Yəni təkcə şirkətin rəhbərinin də yox, üst rəhbərliyin üzərinə düşür. Belə çıxır ki, şirkətin rəhbəri nə qədər agahlıq yaşasa, proses o qədər daha keyfiyyətli ola bilər. Yəni körtəbii istəyirəm ifadəsindəndirsə və yaxud hardasa eşidib, hansısa podkastda eşidib, mən də bunu eləyəcəm demək əvəzinə bunu araşdırıb, prosesin nə qədər ağırlı olduğunu anlayandan sonra məncə daha keyfiyyətli ola bilər. Bir də komment verəcəm o dediyinə. Bir real başıma gələn bir məsələdir. Bir gün bir konsultasiya görüşündə sahibkarla görüşürük. Deyir, mən şirkətimdə korporativ idarəetmə sisteminin qurulmağını istəyirəm. Sual verdim ki, niyə? Sualın niyə korporativ idarəetmə sisteminin qurulmağını istəyirsən? Dediyim bənzəri nümunəni dedi ki, bir dostumuzun şirkəti var.
bütün sənədlərdə, hər yerdə bizdə korporativ idarəetmə var, bizdə korporativ idarəetmə var deyir. Deyirəm, yaxşı, korporativ idarəetmənin altında bu elementlər yatır. Bunları eləyə biləcəksən. Yəni şirkət iradəsi tələb olunur. Hansı ki, sən ədalətlilik demirsənsə, artıq qohumuna yox, ədalətli olub digər həqiqi performansı yüksək olan yönündə qərar verəcəksən. Maraqların toqquşması halında ədalətlisənsə, sənə sərf eləyən yox, digər doğru olana qərar verəcəksən. Yəni bu korporativ idarəetmə dediyin ağır bir şeydir. Sənədlərdə yazılan bir şey deyil. Sənin qərarını sorğulayacaq bir yanaşmadır. Deyir, mən hələ ona hazır deyiləm. Bütün bunda korporativləşmənin hələ mahiyyətini biz tam düzgün anlamamışıq. Ona görə nə qədər fərqindəlik yaşasa ki, bir sahibkarda oldu ki, çox belə dəhşətə gəldim həqiqətən ki, deyir, korporativləşmək istəyirəm. Deyirəm, niyə? Deyir ki, hiss edirəm ki, insanlarda o ruh yoxdur, insanları bir araya toparlaya bilmirəm, bir hədəfə çatıram, amma hiss edirəm ki, belə də, yəni o enerji, o motivasiya yoxdur insanlarda. Hərə öz bildiyi kimi davranır. Hərənin xasiyyəti, xarakteri, davranışları tamamilə fərqli. Mən insanları bir araya toparlamaq istəyirəm. Onlara fərqli bir vahid şirkət yanaşmasına aşılamaq istəyirəm. Dedim, sənin bu dediyin, loru dediyin nəsil hələ korporativ idarəetmədir. Bunun üçün də kifayət qədər zaman lazımdır. Bəli, zaman. Mən fikrimcə, yəni 1 ildir, 2 ildir başlamış hansısa bir şirkətin o prosesə girməyinə hələ ehtiyac yox. Yox. Orqanik böyüyən şirkətlər, əksər hallarda korporativ idarəetmə bəzən təbii yolla şirkətin qarşısına çıxır ki, artıq mən böyümüşəm, bazarda brendinq üçün korporativləşməliyəm və insanlar da artıq bunu məndən tələb edir. Korporativləşmə iki cür olur da, yuxarıdan aşağı, aşağıdan yuxarı. Bəli. Ya sən rəhbər olaraq şirkətini aşılayırsan ki, korporativləşməliyik, biz artıq bizim özümüzə məxsus bir dəyər əsaslı idarəetmə üslubumuz olmalıdır. Ya da şirkətin altdan insanlar bunu istəyir və sən bu fərqindəliyi yaşayıb şirkətə bir korporativ idarəetmə sistemini gətirsən, ya da heç nə gətirmirsən, şirkət muxtar respublika kimi parçalanır. Şöbələr, departmanlar hərəsi bir istiqamətlərə parçalanır. İclasların dava qırğınlarla, bu darboğazlar deyirik də, həll olası. Bəzən bir case misal çəkəcəm. Bir şirkəti təhlil edəndə mən şoka düşdüm. Prosedur yox. Biznes prosesləri yazılmayıb. Heç bir düzgün rol bölgüsü, vəzifə təlimatı yox. İşlər saat kimi gedir. Oturub arxasına təhlil eləyəndə gördük o qədər bir-birinə güvənən, hamısı da qohum falan deyirlər. Bir-birinə güvənən kiçik bir orqanik təşkilat idi. İş elə möhtəşəm qurmuşdular ki, əslində onların özləri bilmədən eyni dəyər əsasında birləşmiş insanlar idi. Yəni bu misalı nəyə görə verdim? Bəzən prosedurları yazırsan, sistemləri qurursan, işləmir. Korporativləşmə insanlar arasında ünsiyyət, münasibət. Korporativləşmə nədir? Ünsiyyət. Bir-birimizi başa düşmək, bir dəyərlər əsasında birləşmək, işi vahid bir birlikdə nəticəyə çatdırmaq. Korporativləşmə olmayanda nəyə bənzədirəm o şəkil? Düşünün ki, hamımız bir balaca qayığa minmişik. 10 nəfəri, hərəmiz fərqli istiqamətə avar çəkirik. Elə bir şeydir. Bənzəri bir şeydir. Bəs sistem qurmaq deyəndə nəyi nəzərdə tuturaq? Çünki müasir dövrümüzdə ERP sistemləri, elektronlaşma artdığına görə insanlar sistem deyəndə nəyisə elektronlaşdırma, yəni fiziki olan bir şeyi elektrona keçirməyi sistem qurmaq kimi başa düşürlər. Səncə sistem qurmağı lor dildə izah eləsən necə olar? Sistem qurma sadəcə çox bəsit formada prosesin effektivliyini, səmərəliliyini artırmaqdır. Yəni bu günə qədər bu işi 10 dəqiqəyə görürdüm. Elə bir şey elədim, lorimiz izah verirəm, sonra texniki izaha keçəcəm. İşi 10 dəqiqəyə görürdün, indi elə bir proses formalaşdırdın ki, artıq 5 dəqiqə görürsən. Robert görsə ki, bunu daha qəşəng deyir. Deyir ki, yəni biri var sən işləyib pul qazanırsan, biri var ki, pul sənin üçün işləyir. Bəli. Yəni sistemi mən daha gözəl izahı budur. Razıyam. Məsələ nədən ibarətdir? Sistem sadəcə səmərəliliyi artırmaq üçün lazım olan bir alətdir. Və sistemləşmə hardan başlayır? Şirkətdə var proseslər, şirkətdə var prosedurlar, şirkətdə var ERP, yəni avtomatlaşma alətlərindən söhbət gedir. Şirkətlər təhlilində görürük ki, bu üçünün arasında əlaqə yoxdur. Proses başqa cür gedir. Proses fərqli yazılıb. Yəni prosedurlarda tamam başqa, icra başqadır, sənədləşmə başqadır. ERP-də o səhv olan prosesin və yaxud da yarım yazılmış prosedurun 50%-ni avtomatlaşdırıb 50%-i kağız üzərində qalır. Və yaxud prosesdən prosedura baxıblar, düzəldəməyiblər. Xəyal dünyalarındakı bir şey sistemi avtomatlaşdırıblar. Və çıxılmaz hala gətiriblər. Yəni o puzzle tamamilə dağıtmaqdır da. Yəni sən
işin içindən çıxa bilmirsən. Ona görə avtomatlaşma deyəndə, sistem qurmaq deyəndə, sistem qurmaq təkcə bir şeyi rəqəmsallığa daşımaq deyil. Sistem qurmaq deyəndə bir işləyişin doğru, səmərəli işləyiş mexanizmini qurmaqdan söhbət gedir. Əgər biz Təbii. proses tutaq ki, bu günə kimi 10 addımdan gedirdisə, indi biz onu elə eləmişik ki, 4 addımdan gedir. Deməli siz oranı sistemləşdirmisiniz. Sonra nə etməmiz lazımdır? Onu prosedurlara daşımamız lazımdır. Prosedurlaşdırdıq. Prosedurlaşdırandan sonra avtomatlaşmamız lazımdır. Yəni bu üçünün arasında əlaqəni qurmaq düzgün rəqəmsallaşmağa gətirib çıxarır. Sistemləşmə özü rəqəmsallaşmağa gətirib çıxara bilər. Əslində bunu, yəni yekunundakı məsələni anlamaq da lazımdır. Yəni sahibkar bunu anlamalıdır Niyə ki, edirəm bunu? niyə edirəm? Çünki mən bir кейsə bir şirkət üçün prosesi avtomatlaşdırdım. Yekunda sahibkarın mənə verdiyi feedback bu oldu ki, nə olsun datalar yığılır da orada. Amma məsələnin avtomatlaşması əslində sənin təhlil imkanını da artırır. Yəni Daha sonra ölçülə bilmə manual artırır. müdaxilə imkanları Manual azalır. müdaxilə imkanı azalır. Oradakı prosesdə iştirak edənlərin qiymətləndirməyi Bəli. subyektiv şeydən obyektivə keçir. Bəli. Əslində Keçənlərdə başımıza bir şey gəldi. Bir təşkilatda mənə bir şirkətin proseslərinin Excel üzərində olmasını, kağızlarda olmasını maksimum savundular ki, yox, bizdə bu əladır, bizdə bu superdir, möhtəşəmdir. Deyirəm, okey, təxminən bir 7-8 il əvvəl bir şirkətdə başıma gələn bir hadisə idi. Əmək münasibətləri də, rəhbər işçi münasibətləri. Bu gün yaxşıdır, sabah pisdir. Və hər şey manuallıqdadsa, işçinin konflikti oldu şirkətlə və bir dəfə shift delete vurub bütün fayl serveri sildi və çıxdı getdi. heç nə də eləyənməz. Heç nə eləyəməzsən. Yəni backupda varınsa nə gözəl, backupın yoxdursa da bütün dataların getdi yəni. Və sən avtomatlaşmış bir sistemlərdə bunu eləyə bilməzsən. Sən avtomatlaşmış sistemlərdə bunu hüquqi əsaslandırıb loqlara qədər çıxarıb işi hüquqi müstəviyə qədər daşıya bilərsən. Çünki şirkətin daxili ERP-sindən söhbət gedir. Cüzi bir səhv belə çox böyük bir problemi gətirə bilər. Qaldı ki, dəftər və Excel-də bu fantastik ola bilər də. İstədiyi kimi rəqəmlərlə İstədiyi oynayır qədər adamlar. oynaya bilərlər. Bir də məsəl üçün mənim ən çox avtomatlaşdırma və ya sistemin içərisindən xoşuma gələn bir şey nədir? Bax, real bir case deyim. Sahib ən çox qarşılaşdığım şeydir də. Deyirəm burada yaxşı işləyən kimdir? Misal üçün filan kəsdir. Niyə? Sual verirəm. Niyə? Deyir ki, baxır sətmə. Daha çox onu görürəm. Deyirəm ki, bu çox absurddur da. Yəni rəhbər kimi daha çox görürsə, gözünə dəyirsə, o işləyir sayılmamalıdır. Yəni mənim qabağıma bir KPI-m olmalıdır. Mən bu prosesin bu hissəsini icra edirəm. Yəni bütün produktlarda hamı öndə olmalı deyil ki. Bütün proseslərdə Backdə işləmənin backdə işləndə nə etsin onda? Lazım. Ona görə avtomatlaşdırma məncə önəmlidir. Sualım belədir. Sistem qurma çox böyük bir anlayışdır da. Şirkətlərin içərisində maliyyə sistemi, HR sistemi, marketinq, satış və bu gün IT və digər sahələr var. Bunlar içərisində sənin fikrincə başlama ardıcılığı necə olmalıdır? Allah. Əgər sistemləşmədən söhbət gedirsə, bu sahədə rəqəmsallaşma sahəsində çalışan adamlar daha net belə deyim də bu sualı cavablandıra bilər. Öz təcrübəmdən misal çəkəcəm. İstənilən halda şirkətin core biznesi mövcuddur. Bir də support biznesi. Yəni buna revenue driver, revenue supporter desək, dövriyə gətirən, dövriyə dəstək olan funksiyalardan söhbət gedirsə, birinci növbədə şirkətin sistem infrastrukturu qurulmalıdır. Burada artıq baxılmır ki, bu maliyyədir, bu satışdır, bu HR-dır. Sistem infrastrukturu dedikdə şirkətdə bir biznes dataları mövcuddur, maliyyə dataları mövcuddur, bir də əməliyyat dataları mövcuddur. Biznes dataları dediyimiz kommersiya rəqəmlərinə, kommersiya proseslərinə, kommersiya infrastrukturundan söhbət gedir. Əlbəttə ki, burada artıq birinci növbədə kommersiya infrastrukturu qurulur. Yəni mənim biznesimin həyata durması üçün terminalım, satış əməliyyatlarım, satışımın arxada backdə dataları formalaşmalıdır, sonra bunların maaş sistemi formalaşmalıdır. Birinci növbədə əksər hallarda core biznes infrastrukturu qurulur. Sonra artıq paralelində əgər biraz da detalına, biraz da dərininə düşsək, IT infrastrukturalarından danışsa, rəqəmsallaşma istiqamətində ona görə bu sahədə olanlar daha net cavab verə bilər. IT infrastrukturu formalaşdırılır mütləq şəkildə. Yəni bu söhbət burada nədən gedir? Hansısa bir avtomatlaşma prosesi gedirsə, bizim adi terminalda gördüyümüz prosesin backdə bir infrastrukturu olur. Yəni bunun nə ilə assosiasiya edim? Bir yerdə biz
tarla əkmək istəyirsə, birinci torpaq şumlanmalıdır. Bütün sahə şumlanır. Hansı ki, burada baxılmır ki, burada mən alma əkəcəm, burada armud əkəcəm. Bütün sahənin şumlanması bizim dediyimiz bütün şirkətin proses infrastrukturunun qurulmağından söhbət gedir. Sonrasında artıq mərhələli şəkildə baxıla bilir ki, tutaq ki, birinci növbədə biz nəyin daha çox avtomatlaşması, ayaqda durmağını istəyirik. Core business, satış prosesləri əksər halda avtomatlaşır. Paralelində satışı dəstəkləyən logistik və istehsalat prosesləri varsa, bunların avtomatlaşması həyata keçirilir və digər önəmli məsələlərdən bir nədən ibarətdir. HR məlumatları var, işçilik məlumatlarıdır. Keçən il bir şirkətə rastlaşdım o təcrübədən. Hər yeri avtomatlaşdırıbdılar. İşçilik məlumatları, core business məlumatları avtomatlaşmayıb. Bu vaxt nə baş verir? Birinci növbədə bu gətirib maliyyə hesabatlarına təsir göstərmiş olur. Satış ki, mən ekspertram, satış nümayəndəsiyəm. Bu günləri mənim maaşım 1000 manatdır. Sabahları tutaq ki, 1200 manat olur. Hər dəfə yeni user yaradılır. Amma əslində nə baş verməlidir? Core işçi infrastrukturu qurulsaydı, bir dəfə sistemə gəlir Seymur Əhmədov və Seymur Əhmədovla bağlı işçilik kartına bütün məlumatlar inteqrasiya olunur. Bayaq sənin dediyin məsələ, bir adamla bağlı nəyi görmək istəyirsən şəffaf şəkildə, hər şeyi o datadan, o infrastrukturdan çəkib çıxarda bilirsən. Yəni əksər hallarda sistemləşmə dediyimiz, əgər biz buna prosesin formalaşdırılması kimi baxsaq, bu birinci başlamalıdır core biznesdən. Biz buna şirkətin rəqəmsallaşması və IT infrastrukturunun qurulması olaraq baxsaq, dediyim kimi birinci növbədə bütün biznesi ayaqda tutacaq bir infrastruktur yaradılır, data və proses infrastrukturundan söhbət gedir. Sonra artıq blok biznes bölünə bilər və bu biznes infrastrukturundan olaraq biznes şirkətlərdən asılı olaraq dəyişə bilər. Misal üçün şirkətin içində, sənayinin içində sənaye olur. Bəzən baxırsan ki, şirkətin içində kommersiya strukturu olur, əməliyyat strukturu olur, istehsalat strukturu olur. Artıq bu formada digər proseslərin infrastrukturunu mərhələli şəkildə qurmaq olur. Birdən-birə qurmaq olurmu? Mümkün deyil. Razıyam sənə. Bəs misal üçün HR sisteminin qurulmasını desək, konsultasiyaya getdiyimiz zaman HR-ın hansı proseslərini ilk olaraq araşdırırsan və diaqnostik edirsən? Okay. O proseslə bağlı biraz danışa bilərsən? Əlbəttə. HR prosesləri necədir? Bizə Azərbaycan bazarında HR sistemlərindən danışanda mən artıq hər kəs tənqidçi kimi tanıyır. Niyə görə? Çünki hazırki HR proseslərimiz təqdirə layiq yox, tənqidə layiqdir həqiqətən mənim qiymətləndirməmdə. Çünki kadrovik yanaşmasından, xüsusən də kiçik orta sahibkarlıqlarda kadrovik yanaşmasından çıxa bilmirik. Və ona görə biz birinci növbədə konsaltinqə başlayanda bir HR-ın audit planı olur. Ümumiyyətlə baxırıq ki, bütün prosesləri, sənədləri, sistemləri analiz eləmək prosesi var. Və orada ən birinci baxılan core HR dediyimiz bütün HR infrastrukturunun üzərində qurulduğu HR-ın məlumat bazası, HR-ın işçi məlumat bazası hansı vəziyyətdədir, onun təhlili aparılır. Proseslərin, prosedurların təhlili aparılır. Bütün, yəni belə bir izah verəcəm. Şirkətin core biznesi, core HR məlumatları, core HR sistemi qaydasında deyilsə, gedib orada performans menecment sistemi qurmaq, təlim inkişaf sistemi qurmaq prosta ağılsız bir yanaşmadır yəni. Ona görə birinci əksər hallarda təməl agile çıxdı. Agile-in paralelində stagility deyilən bir termin çıxdı. Stagility nədir? Sən stabilliklə agility-ni birləşdiriblər yanaşmadakı. Sən agile-a gedəndə sən arxada core proseslərin yaddan çıxır və ancaq dəyişim deyə bəkdəki sənin otuzdurduğun bir infrastrukturun dağılmış olur. Stagility deyir ki, sən core biznesi və core prosesləri qoruya çevikləşməyə doğru getmən lazımdır. Ona görə istənilən HR, 25 HR modul var, əgər biraz detallarına qədər düşsək. Sən birinci core HR prosesləri qurmamış, yəni əmək haqqı, əməliyyat və işçi məlumat infrastrukturunu qurmamış, onun üzərində zaten bütün prosesləri qurursan. İşə qəbul sistemləri, təlim inkişaf, performans, dərəcələndirmə, iş arxitekturası və s. bütün modullar mərhələli şəkildə qurulur. Soruşsan ki, 25 modulun hamısını mı birdən-birə qurursan? Əlbəttə ki, yox. Biznes ehtiyaclarına görə. Şirkətin bir kommersiya strategiyası və ən azı minimal olaraq strateji planı olur. Sən baxırsan ki, şirkət hansı dönəmdədir? Aqressiv inkişafdadır. Tamam. Deməli, talent acquisition dediyim istedadların cəlb olunması modulunu daha çox inkişaf etdirmək lazımdır. Cari istedadların qorunması və onların motivasiya proqramlarını formalaşdırmaq lazımdır. Yəni, HR dəstək funksiyadır. Amma biznesə ən çox toxunuş eləyə bilən dəstək funksiyadır. Çünki qəbul etsə də, etməsə də
biznes fəaliyyətinin hətta deyərəm 90-95% insan əməyinin üzərindədir. Nə qədər AI, nə qədər RPA-dən danışsaq da, hələ ki insan əmək bir anlıq şirkətləri insansız düşünün, mümkün deyil. Yəni ona görə sahibkar bir ayılmalıdır ki, mənim təşkilatımın bütün gücü, bütün səmərəliliyi, bu gün cibimə gələn pul bu insan əməyinin nəticəsindədir. Seymur, dedin ki, HR-ın 25 modulu var. Bu kifayət qədər böyükdür, amma düşünürəm ki, bugün kiçik orta sahibkarlıq üçün prioritet olan modullar vardı. Onlardan başlamalıdır. Hansı modullar prioritetdir və bugün onlara önəm verməlidir və onların üzərində işləməlidir və ən azından bura baxan özünə sual versin ki, bu modul məndə düzdür ya yox? Əgər biz HR perspektivindən baxsaq məsələyə, bayaq dediyim kimi hansı modulu qurum ki, biznesə daha çox fayda qatım perspektivindən baxsaq, Core HR dediyimiz, hansı ki bu əmək haqqı, əməliyyat, işə qəbul funksiyaları by default mütləq şəkildə havası kimi olması gərəklidir. Yəni bayaq dediyim kimi o modulları qurmamış gedib təlim inkişaf, performansın idarə olunması, davamçıların planlaşdırılması layihələrlə başlayırsansa sistemi səhv qurursan deməkdir. Xüsusən də Azərbaycanda kiçik orta sahibkarlıqlarda proseslər yeni formalaşdığına görə, yəni o proseslərin olğunluq səviyyəsi var da, maturity level deyirik ona. Bu başlanğıc səviyyədə olduğuna görə işə qəbul, əmək haqqı, əməliyyat bu birmənalı şəkildə effektiv çalışmalıdır. Yəni bu sənin bu bayaq agility dediyim stabil olan istiqamətdir. Sonrasında məndən soruşsan ki, kiçik orta sahibkarlıqlarda hava su kimi lazım olan modul, deyərəm ki, işlək formada qurulmuş performansın idarə olunmasıdır. Çünki bir şirkətin əgər strateji planı varsa və yaxşı halda biznes strategiyası varsa və performans idarəetmə sistemi yoxdursa, prosta sənəd üstündə qalan, stol üstündə qalan bir sənəd olacaqdır. Və nəzərə alsaq ki, Azərbaycanın əmək bazarı, iqtisadi bazarında deyək, biznes sahibkarlıq subyektlərində strategiyalar 3-5 illik yazılır və çox da effektiv olmur. Yəni bizim biznes dinamikasına görə strategiyalar ya 1 illik yazılmalıdır, ya 1 ildən bir yenilənə bilən formada. Flexible olmalıdır. Bazar dinamikasına uyğunlaşan formada hazırlanmalıdır. Və strategiyanı yazdın, əlində bir sənəd var. Yəni bunu mən icraata necə daşıyım? Yəni performansın idarə olunması sənin əlindəki strateji planı, strategiyanı, onu hədəflərə, KPI-lara, yaxşı versiyada OKR-lara parçalayır və hamıya oxuna bilən hala gətirir. Düzdür. Performansın idarə olunması, təkrar edirəm, strategiyanı və strateji planı oxuna bilən, aydın və icra oluna bilən halda işçilərə tərcümə eləyir. Strategiyada cool bir cümlə yazılır, amma onun açıqlanması, onun icraat şəkli performansın idarə olunması vasitəsilə hamıya kommunikasiya olunur və ölçülür ki, şirkət çatır ona yoxsa çatmır. Ən önəmlisi şirkət böyümək istəyirsə, bu proses bundan ibarət, hansı ki performansın idarə olunmasına. Sonra desəz deyərəm ki, iş yükünün planlanması, iş arxitekturası deyək ən önəmlisi. Burada iş arxitekturasında vəzifə təlimatları, dərəcələr və sair kimi ümumiyyətlə şirkətin vəzifə arxitekturası, vəzifə çox önəmlidir. Əlbəttə. Çünki məsəl üçün mənim işlədiyim qrupda düzdür, illərin yaşadığı prosedur var. O dəfə sənə misal çəkdim. Prosedurlar və proseslər o qədər avtomat formadadır ki, insanı çıxardırsan, başqa insanı qoyursan, maksimum 2-3 aydan sonra o da elə bir ki, robot kimi işləyir. Təlimatnamələr o qədər standartlaşıb ki və hamı o qədər çərçivələrini harda başlayıb, harda bitdiyini bilir ki, artıq sən elə bir ki, bir konveyerin içərisinə salırlar və işləyirsən. İş arxitekturası bunu formalaşdırır. Yəni şirkətdə hər kəsin işi bəlli olur. Ki, ümumiyyətlə sənin işinin adı sualının cavabı iş arxitekturasında, vəzifə təlimatlarında, dərəcələrdə müəyyən olunmuş olur. Sonrakı proses məndən soruşsaz lazımdır. Biznesə töhfə qatacaq insan resursları modulu iş yükünün analizi, iş yükünün planlanmasıdır. Yəni bu gün hansı sahibkara soruşsam ki, sənin şirkətində nə qədər adam çalışır? Deyir ki, 500 nəfər adam çalışır. Bayaq sən verdiyin sual. Niyə 500 nəfər? O sualın altı boşdur. Yəni yoxdur cavabı o sualın. Rəhbərlər belə uyğun gördülər, mən də razılaşdım. Amma oturub analiz eləyəndə çox gülməli кейslərlə rastlaşmışam. Yəni bir də maraqlı bir şey danışmış, bu yadımdan çıxmaz. Deməli bir istehsalat müəssisəsini analiz eləyirik, iş analizidir. Və norm kadro, daha doğrusu orada iş analizi yox, iş yükü analizidir. İkisi fərqli yanaşmalardır. İş analizində vəzifə təlimatları, vəzifə öhdəlikləri, iş məsuliyyətləri ortaya çıxır. İş yük analizində şirkət doğru işçi sayı ilə, doğru büdcə ilə çalışır, yoxsa yox, onları müəyyən etmiş olursan. Deməli,
analiz edirik, görürük ki, bu istehsalat xəttində, misal üçün, hazırda ştatda 14 nəfər adam var və faktiki baxırıq ki, cari istehsal planlarına uyğun 8 nəfər adamla bu xətt çalışa bilər. 8 nəfərdə nəyə istinadən deyirik? İstənilən bir istehsal avadanlığının OEE deyilən maksimum məhsul istehsal etmə kapasitesi var. Yəni maksimum sürətlə bir avadanlıq bir saatda nə qədər məhsul istehsal edə bilər standartıdır və eyni zamanda avadanlığın özünün spesifikası olur. Deyilir ki, bu xəttin bu hissəsində 1 nəfər durmalıdır, burada 2 nəfər durmalıdır, burada 3 nəfər durmalıdır. Təhlükəsizlik və məhsulu zədələməmək nöqteyi nəzərdən avadanlığın bir istehsalat arxitekturası olur. Standartlara baxırıq, 9 göstərir. Bizim analizlərimizdə hazırki istehsal planına görə baxırıq 8 çıxır. Adam 13-14 nəfərlə çalışır. Deməli, nə baş verir? İş yükü analizində müxtəlif metodologiyalar var. Müşahidə metodu var, sual metodu var. Sual metodu özü 4 yerə bölünür. Log metodu var. Hansı ki, sən istehsal planlarına, gündəliklərə baxıb analiz edib iş yükünü çıxartmış olursan. Hər yerə baxdıq, gördük, yox da bu formada deyil. Ağlıma bir ideya gəldi ki, gəlin burada başqa bir varianta keçək. Baxdıq ki, hər yerdə kameralar var. İstehsalatı göstərən kameralar var və analiz tarixləri aldım maliyyə strukturundan ki, çotdan ki, bu xəttdə əvvəlki ayda ən çox istehsal planının yerinə yetirildiyi və ən çox məhsul çeşidi dəyişdirdiyi günün tarixlərini mənə verin. Çünki istehsalatın ən ağır yükü ondadır. Çeşid dəyişir, gəlib dəyişir. İstehsal planı çoxdur, deməli insanlar çox işləyir. Təxminən 6 günün tarixini verdilər mənə və komanda ilə bərabər həmən 6 günü kamera sürətində 3x4x qoyub izlədik. Ümumiyyətlə prosesdə nə baş verir deyə, yəni xəttin üstündə işçilər necə işləyir deyə, yüklənmi işləyir, rahatmı işləyir və baxdıq ki, 2 nəfər cəmi dayanıb xəttin üstündə bir növbədə, yoxsa 3 nəfər dəqiq yadımda qalmayıb. Qalan digər adamlar ya ənzəli oynayırlar, ya paletlərin üstündə yatırlar, ya streçlə voleybol oynayırlar. Və biz bu səhnənin hamısını skrinləri götürdük. Və indi istehsalatın rəhbərinə əvvəl izah eləməyə çalışırıq ki, bu qədər say kifayətdir, ehtiyac yoxdur. Bu istehsalatdakı bu artıqlığı digər xəttlərdə istifadə ilə daha maya dəyərini aşağı salmış olarsan, adam razılaşmadı. Axırda açıb göstəririk ki, bax sən iş yükünü rəhbərliyə əsaslandırdığın sayın altında insanların boşu-boşuna o birisi istehsalat fabrikində insanların iş yükündən əziyyət çəkirlər. Burada isə cəmaət boşbekarlıqdan ənzələ oynayır. Yəni sən bu sayı götürüb o tərəfə yansıtsan, orada da insanlar normal insan kimi işləmiş olar. Sənin buradakı işçilərlə normal işləmiş olar. Yəni iş yükü analizi o qədər maraqlı bir prosesdir ki, şirkətlərin optimal işçi sayından, optimal işçi büdcələrlə işlədiyini effektiv göstərən bir analizdir. Soruşarsan niyə? Çünki şirkətin ən böyük sabit xərclərindən biri işçilik xərcləridir. Müqayisə etsə şirkətlərin, misal üçün də deyim mən, bir də maraqlı statistika, bir 40 milyon net mənfəəti olan bir şirkətin işçilik xərcləri bəzən Azərbaycan bazarına baxırıq görür ki, 38-39 milyona yaxın bərabər gəlib çıxır. Yəni ciddi rəqəmlərdir də. Yəni ən böyük sabit xərclər 40-50% deyərdim. Rahat 40-50, minimal 40-50% var. Minimal 40-50% var. Mən elə şirkət görmüşəm ki, 80%. Olur əlbəttə ki. Çünki əməkdən qazanır da. Razıyam. Mən demirəm insanlar ağır yüklə çalışsın qətiyyən. Sadəcə optimal işçi yükü planlananda işçidə normal şəkildə, yəni burnout-a getmədən insan kimi işləmiş olur. Təşkilat da maya dəyərindən mənfəətliyini artıra bilir, gəlirliyini artıra bilir və insanlara daha yaxşı rifah yaşada bilir, maaşları artıra bilir. Məsələn, sənin şirkətinin maya dəyəri qalxdısa, əməliyyat xərclərini artır. Əməliyyat xərcini artdıqca sən işlərə maaş artımı, bonuslar, bu tip şeyləri eləyə bilmirsən. Amma sən bu tərəfdən qənaət edəndə o tərəfdən işçi rifahını artırmaq üçün istifadə edə bilirsən. Eləyə bilirsən, bəli. Mənim real кейsimdə bir şirkətdə konsaltinq eləyirdik. Mən iş yükü analiz eləmirdik. Biz orada satış və marketinq komandasının performansını ölçməyə çalışırdım. 75 nəfər satış əməkdaşı var idi. Mən çox maraqlı oldu gəldik. Yəni 75 nəfər komandası olan bir şirkətin satışdan narazı olmasında nəsə problem var. Baxdıq ki, 75 nəfərin satış dövriyyəsinin 80%-ni 75 nəfərin sadəcə 8 nəfəri verir. Yəni geri qalan 67 nəfər full yatır. Yəni mən oturub müşahidə eləmədim. Mən sadəcə rəqəmlə çıxardıram ki, mənim satışımın 80%-ni 8 nəfər verir. Geri qalan demək ki, yəni sadəcə günlük sabır mən maaş verirəm. Demək ki, mən bunun 50-sini işdən çıxartsam, əlimdəki yaranan büdcə ilə aşağı yuxarı orta əmək haqqısını 800 min manatdan vuranda 50 min mən hər ay şirkətə mənfəət qazandırmış oluram. Amma satışda düşmür. Çünki niyə? O satış və yaxud marketinq rəhbərləri prosesdə bəzən sənin dediyin kimi işçi tərəfi unudurlar.
Və yaxud da özünü sığortalamaq məqsədli ekstra adam götürür ki, Bəli. onsuz mənim cibimdən çıxmır ki, Bəli. şirkətin büdcəsindən gedir, qoy mənim işim rahat getsin. Bəli. Amma əslində elə deyil də, sən Performans onu da çözür ha. Hansı ki, büdcə optimizasiyası, büdcələrə qənaət, büdcə bayaq dediyim kimi optimizasiya hədəfləri bütün ortaq hədəf formasında hər kəsə qoyulduqda, artıq hər kəs daha optimal sayla, daha effektiv şəkildə necə çalışaram onu düşünə bilir və işçi sayını da, işçi performansını da effektiv şəkildə idarə edə bilər. Okay. Sualım budur ki, məsəl üçün çox çətin deməyim də, kiçik orta sahibkarlardakı vəziyyətləri zət aşağı yuxarı bilirsən. Bir şirkətdə başladın bir prosedura, oradakı ardıcıllığı addım-addım deyə bilərsənmi ki, hansı ardıcıllıqla başlayırsan və nə qədər müddətdə adam bir nəticə görə bilir? Birinci növbədə bayaq dediyim kimi cari biznes infrastrukturunun analizidir. Hansı ki biz konsaltinqlərdə birinci növbədə biznesi başa düşməyə çalışırıq ki, ümumiyyətlə nə baş verir, şirkət pulu hardan qazanır və yaxud da şirkətin pulu qazanması yönündə HR nöqteyi nəzərdən hansı problemlər var, yəni necə dəstək ola bilmir. Sonra HR infrastrukturu tam şəkildə təhlil olunur, A-dan Z-yə, bütün proseslər, prosedurlar, dokumentlər, ERP sistemləri, risklər və bir audit hesabatı çıxır. Biznesin ehtiyacları, HR-ın kapasitesi. Yəni sən hazırki biznes ehtiyaclarına 30%-mi, 40%-mi, neçə faiz cavab verə bilirsən və cavab verə bilmədiyin sahələr nələrdir? Bu check-up aparıldıqdan sonra artıq bayaq dediyim kimi prioritetləşmə. Bu analiz burada vaxt demək biraz çətindir. Niyə görə vaxt demək çətindir? Biznesin həcminə görə dəyişir. Misal üçün 20 il mövcud olan, işçi sayısı 5000 olan bir şirkətdə elədiyimiz konsaltinqdə audit mərhələsi bəzən 3 ay davam edə bilər. Amma 100 nəfərlik təxminən bir 5-6 ilin bir şirkətində, hələ orqanik böyümədə olan bir şirkətdə bu proses 1 ay davam edə bilər. Yəni biznesdə proseslərin mövcudluğundan və yaxud da mövcud olmamağından və yaxud da mövcud olub hər şeyin qarma-qarışıq qarışdırılmağına görə, mürəkkəbliyinə görə o audit mərhələsi müddəti uzana bilər və yaxud da qısala bilər. Audit mərhələsindən sonra artıq biz bir prioritetləşmə çıxardırıq. Prioritetləşmə nədən ibarətdir? Bayaq dediyim o 25 modulun hamısını birdən tətbiq etmək lazım deyil. Bəzən isə 25-ni tətbiq etmək lazım deyil. Baxırıq ki, növbəti mənim biznesdən istədiyim, hətta biznesin analizi mərhələsində mənə strateji planınızı və ya da strategiyanızı verin mütləq soruşuram. Nəyə görə? Dediyim biraz pis səslənəcək. Strategiyası və yaxud da minimal işlək strateji planı olmayan bir şirkət süquta, uğursuzluğa məhkumdur. Elə bir okeanın ortasından bir də gəmini buraxmışıq və nə motoru var, nə qayığı var. Ləpə külək hara istiqamətləndirirsə o istiqamətə gedəcək. Çünki həqiqi işlək strategiya, həqiqi işlək strateji plan ən azı mənə istiqamət verə bilir. Ki, mən hara gedirəm ümumiyyətlə və mən sənin getmə istiqamətində baxıram ki, sənin yolunu necə açım HR nöqteyindən. Sənə yaxşı potensiallı insanlarımı işə alım, insanların motivasiyasını artırım və yaxud da sənin çox yüksək talantların var, onları qoruyum, şirkətlərimi saxlayım və yaxud da onların şirkətə daha çox səmərə gətirməsini təmin edeyim. Yəni, HR-ın biznesə qatacağı töhfə, biznesin böyüməyi və inkişafı nöqteyi nəzərdən işçilərə toxuna bilməkdən söhbət gedir. Hansı ki, bu vaxtı biznes prioritetləri gəlir gündəmə. Bayaq dediyim strateji plan, biznes hansı istiqamətə gedir. Tutaq ki, müəyyən elədik ki, performans sistemi qurulmalıdır. Birinci növbədə əksər hallarda core HR sistemləri üzərindən baxırıq. Sonrakı baxılan performans sistemləridir, iş analizi, iş yükü analizləridir. Misal üçün, istehsalat müəssisələrində çox lazımlı olur və yaxud da spesifik az tapılan vəzifələr olan təşkilatlarda davamçıların planlaşdırılması layihəsi olur. Baxmayaraq ki, Azərbaycan mentalitetinə yad biraz layihədə, hansı ki, sən işçidən asılılığı aradan qaldırmaq üçün onun yerinə bir yedək hazırlayırsan. Bizim mentalitetdə bu başa düşülür ki, ifadəmə görə üzr istəyirəm, mənim torbamdakılar mənlə sağollaşacaqlar. Qlobal təcrübədə bu başa düşülür ki, mən sabahları çox yaxşı bir vəzifə artımı ala bilərəm və yerimə yetişdirdiyim adam yoxdursa, prosesləri özümdə düyünləmişəmsə, mən bunu kiməsə təhvil verməyim də çətinləşir və yeni vəzifəmə keçidim çətinləşir. Sabah çox yaxşı bir iş təklifi ala bilərəm və mənim şirkətdən təhvil təslim mürəkkəblənmiş olur. Ona görə davamçıların planlaşdırılması layihəsi olur, məsələn, istehsalat müəssisələrində faydalı olur. Bu dəqiqə mənim burada sayacağım, məsələn, dərəcələndirmə layihəsi var. Kifayət qədər bahalı, kifayət qədər kənar konsultantlar gəlib bunu ümumiyyətlə Azərbaycan arxitekturasına çox da uyğunlaşdıra bilmirlər. Çünki qlobal təcrübəni gətirib tətbiq edirlər və bəzi hallarda kiçik orta sahibkarlıqlarda işləmir. Bu şirkətdə ədalətli əməyin ödənişi sistemini, əməyin ödənişi arxitekturasını qurmaq üçün bir layihədir və bu saydığım
modullar, bu saydığım tutaq ki, təlim inkişaf sistemləri qurula bilər. Saydığım bu modulları, əgər bayaq dediyim bu 25 moduldan söhbət gedirsə, birinci növbədə biznesin prioritetlərini müəyyən etmək analizdən sonra. Ondan sonra biznesin həcminə görə qərarlaşdırırsan ki, hansı layihəni hansı müddətdə edəcəm. Misal üçün, ən çox vaxt alınan layihələrdən biri performansın dərhal olması layihəsidir. Çünki bir performans ili 1 il 2 ay, 1 il 3 ay çəkir. Yəni ilin bağlanması, nəticələrin formalaşması və yaxud da dərəcələndirmə layihəsi. Dərəcələndirmə layihəsi çox ağır vaxt alan layihələrdən biridir. İş analizi ilə başlayır, bütün vəzifələr, iş vəzifə adı harmonizasiyası ilə aparılır, arxitektura qurulur və sonrasında artıq vəzifə dərəcələrini müəyyən edirsən, əmək qararlarını müəyyən edirsən, minimum maksimum ortaları müəyyən edirsən. Kifayət qədər zaman alan layihələrdir. Və dediyim kimi, dəqiq rəqəm deyə bilməyəcəm. Çünki 100 nəfərlik müəssisədə fərqli zaman alır eyni layihə. 5000 nəfərlik müəssisədə fərqli zaman alır. Hətta bir də maraqlı bir şey deyəcəm. 2 dənə 5000 əməkdaş çalışan bir şirkət götürün. İkisində eləyəndə heç vaxt rastlaşmamışam ki, bir layihəm eyni müddət olsun. İlla ki, həmən biznesin spesifikasına görə dəyişir. Məndən bu gün siz suallar verirsiniz. Tutaq ki, bu sistemi filan şirkətə necə qurarsan və yaxud da gedir hansısa bir şirkətə konsaltinq üçün sual verirlər ki, bu sistemi nə formada qurarsan. Heç birinin standart cavabı yoxdur. Yəni bu teoriya deyil ki, gedəsən performans belə qurulur, bla 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 danışıb gələsən. Hər biznesin spesifikasına uyğun qurulur sistem. Əksər konsultantların uğursuz olma səbəbi Azərbaycan bazarında əlindəki şablon bir modeli bütün şirkətlərə kopyalamaqlarıdır. Şirkət spesifikasını, şirkətin ağrı nöqtələrini, şirkətin ehtiyaclarını analiz etməmiş qurulan bütün sistemlər uğursuz olur. Razıyam sənə. Seymur, biraz da şeydən sual vermək istəyirəm. Bu günləri şirkətlərin ən çox yaralı nöqtələrindən biri əməkdaşların inkişafıdır. Düşünürəm ki, əməkdaşların inkişafı hər şirkət üçün maraqlı olmalıdır. Evet. Sənə sualım biraz daha sadədir. Şirkətlər korporativ təlim almalıdırmı? Aldığı zaman nələrə diqqət etməlidir? Hala. Korporativ təlimlər, ümumiyyətlə təlim inkişaf dediyimiz yanaşma, bunu Türk bir kod deyək də, onunla misal çəkəcəm. Eğitim şart deyilən bir yanaşma var Türk əmək bazarında. Hansı ki, onlar təlimi, kitab oxumağı, təlim deyəndə mən bunu təkcə getdin, dinlədin kimi baxmıram. İnkişaf deyək. Buna kitab oxuma da aiddir, formal təlimlərə qatılma da aiddir, işbaşı təlimlərə qatılma da aiddir, mentorluqlar, koçluqlar. Biz bunun adına öyrənmə və inkişaf sistemi desək, bu Azərbaycan bazarında hələ tam şəkildə formalaşmayıb. Nə cəhətdən formalaşmayıb? Misal üçün, Türkiyə bazarındakı şirkətləri biz analiz eləsək, görərsiniz ki, onlar öyrənmə və inkişafı desert kimi qəbul ediblər. Yəni, yeyirsənsə yemək, yanında bir çayla bir desert qəbul eləməlisən, yəni hər gün oxuyub və hər gün inkişaf edirlər. Özlüyümdə qəbul etdiyim bir prinsip var idi, lifelong learning dilində ömür boyu öyrənmə. Keçən bir dənə ifadə çıxdı qabağıma. Deyir ki, 21-ci yüzilliyin cahilləri oxuma yazma bilməyənlər deyil. 21-ci yüzyılın cahilləri oxuduqlarını yeganə bir belə deyək də metodologiya bilib daim onu tətbiq edənlərdir. Və yenidən öyrənməyənlər, yenidən inkişaf açıq olmayanlar, öyrəndiklərini yeniləməyənlərdir hal-hazırki cahillər. Yəni sənin bu gün öyrəndiyin sənaye inqilablarının baş verən müddətlərinə baxın, süni intellekt nə qədər sürətləndirdi onu. Yəni sənin bu gün öyrəndiyin və bildiyin sabah heç kimə lazım deyil. Bu mövzuya niyə biraz giriş elədim? Bizim insanımızın, bizim cəmiyyətin oxuma vərdişinin itməsindən söhbət gedir. Nə qədər bir cəmiyyətdə oxuma vərdişi itirsə, sən artıq onu məcbur təlimlərə göndərirsən, məcbur oxutdurursan. Mən həmişə komandan deyirəm, biz sizə alətləri veririk, amma heç kim sizin beyninizi açıb onun üstünə bilgini yükləməyəcək. Və ya da çip qoyulmayacaq ki, bugün yatdın, poysan ifadəmə görə üzr istəyirəm, sabah yatdın, oyandın, wunderkindsən. Yoxdur belə bir dünya. Ona görə birinci növbədə cəmiyyətin bir oxuma inkişaf vərdişi formalaşması lazımdır və yaxud da təşkilatlar buna insanları sövq eləməlidirlər, inkişafa sövq eləməlidirlər. Təəssüf olsun ki, şirkətlərin əksəriyyətində bu öyrənmə, inkişaf, təlim aktuallığını itirir. Şirkət bir əməkdaşı göndərir təlimə, əməkdaş da şirkət göndərib də qatılım yalandan WhatsApp-la sosial şəbəkənin həmən təlimdə günlük yola verir və sonuçda da şirkət deyir ki, göndərdim, heç bir effekt almadım. Sahibkarların hansından soruşuram? Boş şeydir təlimdə. Niyə boş şeydir? Heç nə göndər, heç bir effekt almırıq. Çünki burada balans məsələsi var. Həm şirkət maraqlı olmalıdır, əməkdaş nəsə öyrənsin, həm təlim şirkəti maraqlı olmalıdır ki, mən bir adama təlim verirəmsə, mən bir adamı öyrədirəmsə, qarşıdakı insan öyrənməlidir.
Yəni hər şey pul üçün etmək lazım deyil. Bu gün pulumu aldım, bitdi məsələsi deyil. Bu gün mənim auditoriyam nə qazandım yanaşmasına yanaşılması gərəklidir. Bu halda nə baş verir? Şirkətlər düzgün şəkildə performans qiymətləndirməsi dediyimiz hansı ki strategiyanı icra planını. Şirkətin performans qiymətləndirməsindən sonra bir zəif performanslı, orta performanslı, yuxarı performanslı bir performans xəritəsi çıxır ortaya. Və sən bilirsən ki, artıq sən performans xəritəsində kimlər yüksək performanslıdır, kimlər aşağı performanslıdır. Aşağı performanslılar üçün bir inkişaf planı hazırlanır. Və bu inkişaf planı şirkətin real təlim ehtiyacıdır. Yəni əksər hallarda şirkət təlim ehtiyacı deyəndə nə başa düşür? Hansısa bir təlim şirkəti gələcək, portfelini açacaq. Mən menyudan oradan bir şeyləri seçəcəm, işçilərimi göndərəcəm, gedib bu təlimdə iştirak edəcək və sonuçta deyəcəm ki, göndərdim təlimi, heç bir şey qazanmadılar. Hə, qazanmazlar, yəni çünki sən seçmisən onu. Amma real zəifliklər əsasında əməkdaşın inkişaf etdirilməli olan məqamları analiz edib təlim inkişaf ehtiyacı çıxanda və işçi də bunun fərqində olanda ki, hə mən bu tərəfimi inkişaf elətdirməliyəm. O təlim effektiv olur. Təkcə sahibkar yox, işçi yapışır ki, mən o təlimdən nəsə öyrənim və özümü inkişaf elətdirim. Təlim ehtiyacları müəyyən olundu. Onun sonrasında artıq baxılır ki, bu təlim mentorluqdan bu ehtiyac mentorluqdan mı aradan qaldırılacaq, coachinglə mi aradan qaldırılacaq, işbaşı təlimlərlənmi, formal təlimlərlənmi, metodlar seçilir. Mix bir hibrid metodundan seçirsən ki, hansı məsələn bəzi adamın baxırsan ki, bir təlim üçün sadəcə bir şey inkişaf elətdirməsi üçün müəyyən kitablar oxuması lazımdır. Networking tədbirlərinə qatılması lazımdır. Və yaxud da oturub Udemy-də, Coursera-da hansısa bir onlayn təlimlərə baxması lazımdır. Yəni təlim geniş bir inkişaf geniş bir məfhum. Ona görə mən bunun adını təlim demirəm, inkişaf deyirəm həmişə. Bu ehtiyac müəyyən olunduqdan sonra şirkətlər korporativ formada korporativ təlim ehtiyacını müəyyən edəndən sonra artıq bu metodologiyanla gedəndə, o təlimin effekti olur. Plus seçdikləri şirkətlərdə də önəm verməlidirlər. O şirkətin reputasiyası, o şirkətin təlim keyfiyyətləri, pretestlər, posttestlər olurmu, şirkət davamiyyəti izləyirmi, hansı ki təlimdə qatılım iştirak faizi hansı formadadır, təlimçi keyfiyyətləri, təlimçi NPS skorları hansı formadadır. Bir neçə variantla analiz olunduqdan sonra artıq bilirsən ki, mən işçilərimi bu təlimə göndərəcəm və onlar tutaq ki, buradan müəyyən effekti alacaqlar. Plus çox təzad. Təlimə göndərirsən, adam gedir təlimə. Gəlir onu tətbiq eləməyə şərait yaratmırsan məsəl üçün. Bunun özü də başqa bir dərddir. Sonra ROI-ni ölçməyə çalışırlar. Təlimin ROI-sini, return on investment çox çətindir. Mən özüm belə cəhd edirəm. Yəni müəyyən bir şeylər çıxarırsan, amma onun təsir göstərən o qədər faktorlar var ki, ən çox effektini harda görürəm? Satış komandasında. Məsələn, satış komandasına müəyyən bir təlimlər verirsən və müəyyən bir 6 aylıq, 1 illik müşahidə perioduna buraxırsan. Baxırsan ki, satış hansı formada artdı. Hətta bu belə effektiv deyil. Niyə? Təbii bazar artım təsiri var, marketinq kampaniyalarının satışa təsir payı var. Yəni o satışın artmasına belə kənar faktorlar o qədər çoxdur ki, sən tam olaraq ayırmağın sərhədlə lazımdır ki, imенно bu təlim getdi bu inkişafı şirkətə gətirmiş oldu. Və ona görə təlimə, inkişafa verilən pul şirkət sahibkar mövqeyi üçün deyirəm bunu. Boş pul deyil. Yəni sən necə ki ailən üçün, övladın üçün, özün üçün gedib universitet oxuyursan, gedib təhsilə pul yatırırsan ki, inkişaf eləyəsən, sərmayə qoyasan, sən uşağını təlimə göndərəndə demirsən ki, abala sabahdan evə pul gətir. Sən bilirsən ki, sənə bu gün elədiyin yatırım sabah onun parlaq gələcəyidir, sabah daha sağlam bir fərd kimi yetişməsi üçün bir investisiyadır. Sahibkar əgər cəmiyyət kimi baxsa öz təşkilatına, verdiyi investisiyanı, ayırdığı təlim xərcini heç vaxt boş xərc kimi görməyəcək. Ona görədir ki, bayaq saydığım o qlobal iş yerlərini qiymətləndirmə təşkilatları mütləq ki, şirkətin işçilər üçün yaratdığı performans imkanlarına, inkişaf imkanlarına analiz edirlər ki, görsünlər işçilərin nə qədər öyrənmə və inkişaf imkanları var. Məsələn, çox maraqlı bir кейs deyəcəm. Hal-hazırda çalışdığım şirkət deyərəm ki, ölkənin bir nömrəli öyrənmə və inkişaf standartlarını yaradan şirkətdir. Öyrənmən üçün full şərait var. Öyrəndiklərini tətbiq eləmək üçün ondan da çox şərait var. Yəni bu şəraitdə insanlar motivə olur, bu şəraitdə insanlar özünü inkişaf elətdirə bilir. Bizdə də elədir. Məlum, bilirəm. Bəs sualım odur ki, HR mövqeyindən baxsaq, bəs bir HR korporativ təlim alanda nələrə diqqət eləməlidir punktual olaraq? Gözəl. Bir bayaqlar əslində müəyyən bir məqam Daha çox sahibkar toxundum. mövqeyindən. Gəl detallı düşək biraz həmin məsələyə. Mən tutaq ki, HR-am, şirkətimə korporativ bir təlim alıram. Baxdığım ən önəmli məsələlər nədən ibarətdir? Birinci növbədə təməl düzgün şəkildə təlim ehtiyacı analizidir.
training needs assessment deyirik buna. Təlim ehtiyac analizindən bir input gəlir, performansın qiymətləndirmə nəticələrindən. Sonra şirkət tutaq ki, strateji olaraq böyüyür. Şirkətə yeni məhsullar, yeni proseslər gəlir və onu icra etmək üçün bilik və bacarıq yoxdur. Bunun özü bir yeni təlim ehtiyacı yaradır. Yəni ən önəmli məsələ HR birinci növbədə düzgün təlim ehtiyacının müəyyən olunmasını analiz etməlidir ki, həqiqətən mənim mənimdəki ehtiyac real biznesin ehtiyacıdır. Sonra onun prioritetləşməsini çıxartmalıdır. Yəni 100 dənə ehtiyac varsa 100-ü də həmən lazım deyil. Çünki illik təlim planını formalaşdırmaq üçün sənin əlində bir prioritetlik lazımdır ki, təlim büdcəsini il boyunca paylaya biləsən. Prioritetləşməni müəyyən elədin, sonra onun məqsədini müəyyən edirsən. Hansı business as usual deyirik, gündəlik əməliyyat proseslərini təkmilləşdirmək üçün olan təlimdir, hansı strategiyanın icrasına dəstəkdir. Məqsədləri müəyyən edəndən sonra əlində bir detallı bir data formalaşır. Baxırsan ki, mənim şirkətimin ehtiyacları bunlardır. Sonra baxırsan ki, mən bunları necə qarşılayacağam? Rəhbərlərlə bir workshoplar olur. Baxırsan ki, hansını təlimlə, hansını coachinglə, hansını mentorluqla, variantları da müəyyənləşdirəndən sonra artıq çıxırsan bazara. Bu artıq buna tender prosesi deyirik. Şirkətlərə təklifləri göndərirsən ki, mənim ehtiyacım budur. Ehtiyaclar əsasında şirkətlər sənə təkliflər göndərir. Araşdırmalısan o şirkətin və ən önəmlisi təlimçi bazasının nə dərəcədə həqiqətən effektli təlimçilərlə işlədiyindən söhbət gedir. Keyfiyyətli təlimçilərlə, peşəkar təlimçilərlə işlədiyindən. Bugün hamı təlimçidir. Ciddən də, yəni bugün təlimçilərdən danışanda keçən dəfə bir case yadıma düşdü. LinkedIn-də də bir dastan bir də post yazmışdım. Bir ürəyimdə bir məsələ qalmışdı. O təlimçiliklə bağlı çox ağır ifadədir. Təlimçi bərabərdir müəllim. İkisi də öyrədir. Və çox caselər görürəm ki, o vaxt tələbəçilik vaxtı biz oxuyanda hər kəs bir də Canon, Nikon fotoaparat alırdı və olurdu fotoqraf. Yəni heç bunun təlimini almırsan, bir bunun fotoqraf dediyin fotoaparatı manual işlətməlidir. İşığın düşmə bucağını, rakursları, bütün manual funksiyaları sən bilmən lazımdır. Onda özünə, hətta onda da fotoqraf deyə bilmirsən. Onun da nə qədər sirləri var. İndi də maşallah olsun, yəni heç bir şey demirəm. Sadəcə bir tərbiyəsiz təlimçi. Tərbiyəsiz təlimçi. Deməyim odur ki, 2 gün bir şeylər öyrənir və çıxır təlim deyir. Çox təhlükəli şeydir təlimçilik. Dəhşətli dərəcədə sən insanları səhv yönəldib bədbəxt eləyə bilərsən. Yəni təlimçiliyi mən bu günə qədər toparlasaq bir 9000-ə yaxın təlim auditoriyumdan insan gəlib keçib. İrili xırdalı. Burada CEO-lardan xüsusən də bilirsən, əsasən HR təlimləri, idarəetmə təlimləri keçirəm. 3 dəfə International TO2 sertifikatlaşmasından keçmişəm. Və bacardığım qədər təlim keyfiyyətimi, təlim materiallarımı, təlim resurslarımı hər dərs yeniləməyə çalışıram. Hələ də özümə ehtiyatla təlimçi deyirəm və bəzən deyə bilmirəm. Yəni insanlar bunu necə asanlıqla deyirlər, çox mənim özümə maraqlıdır. Gəlsə ki, deməyim nədən ibarətdir? Təlimçi bazasını seçəndə onun bir hekayəsi olmalıdır. Təlimçinin bir yaşanmışlığı olmalıdır. Hər kəs bugün LinkedIn-də wow göstərir, amma adamın karyerasını araşdırırsan ki, hamısı lesson learnedlərlə və uğursuzluqlarla zəngindir. Sən ChatGPT, ChatGPT ümumiyyətlə onların o ekməyinə yağ sürtür misalı var. Sonra təlimçi bu şey artdı. Allah qedirəm. Artıq çünki kontent hazırlamaq daha asandır. Biz nə əziyyətlərlə kontentlər hazırlayırdıq, araşdırmalar edirdik, kitablar oxuyurduq, məqalələrə baxırdıq, nə bilim. Ayını çox asanlaşıb. Bir də yazırsan ki, mənə 4 saatlıq, nə bilim 20 slaydlıq falan proqram hazırlayıram. Bir şey asanlaşıb. Məsəl üçün təlimə gəlir tələbənin biri. Məsəl üçün deyir materialı götürə bilərəm. Mən də deyirəm götür. Okey də bir var olan bir şeyi təkmilləşdirməyə asandır axı. Götürür onu gedir təzədən şey edir, istifadə edir. Buna okeyəm ya hardasa. Bir də var ki, sənin keçdiyin yox başqa bir şey ChatGPT-də ortaya çıxardı, hokka verir. Deyirsən ağarsan sən. Razıyam. Bu nəyə görə misal çəkdim? Deyəcəklər həmişə HR-ların bostanına daş atır, indi təlimçilərin bostanına daş atır. Atacağım sonuna qədər. Çünki nəyə görə? Həmişə deyirəm ki, keyfiyyətli təlim keçin, insanların həyatına toxunursunuz, insanları yanlış yönləndirmək olmaz. Və bu halda situasiya ondan ibarətdir ki, sən özün təlimçi deyirsənsə, dediyim kimi sənin insanlar qarşısında çıxıb bir storytelling olmalıdır. Sən bir şey danışanda bunun bir hekayəsini insanlara anlatmaq lazım ki, bunu necə eləmisiniz, bunu necə eləyə bilərsiniz. Təcrübə olmalıdır. Təcrübə olmalıdır, eynən. Yəni o təcrübə nəzəriyyənin döyür misalı var ya, o reallıqdır. Həmişə. Mən sonra başa düşdüm ki,
bugünün zaten təcrübələri də bir vaxtın nəzəriyyələrə çevriləcək. Bu gün oxuduğumuz kitablar da bir vaxtların zaten təcrübəsidir. Dənəmişdilər, yazıya tökmüşdülər. Eynən. Dəniyirlər, işləyir, yazıya tökürlər. Dəniyirik, işləyir, yazıya tökürük və bir vaxtlar üçün bizim bugün tətbiq elədiyimiz təcrübənin nəzəriyyəyə keçmiş hal üçün deyəcəklər ki, işləmir. Niyə? Çünki dinamika dəyişir. Ona görə şirkətlərin təlimçi portfelini analiz etmələri lazımdır HR-ların ki, görüm həqiqətən ola bilər ki, çox yaxşı təklif verir, hətta təklifdə wow da görsənir, qiymət təklifi də uyğundur, amma təlimçi portfeli heç nə. Yəni o adam gəlib sən bütün təlim büdcəni boşa xərcləmiş olacaqdır. Ona görə təlimçi ən önəmli məsləhətlər deyirəm ki, təlimçi portfelini mütləq şəkildə analiz etmələri lazımdır. Bir də araşdırma, yəni bu gün çox asandır. Bir vurulsun, bir də buna bax da, yəni 100% kifayət qədər reputasiyaları analiz etmək rahatdır. Hər şey əlçatandır. Data əlçatandır. Keçən gün bir də ifadə eşitdim. Dedi ki, daha əvvəl data yox idi və nəyi hardan necə oxuyacağımızı bilmirdik. O qədər əlimizdə data yox idi. Bu gün o qədər data var ki, yenə nəyi hardan necə oxuyacağımızı bilmirik. İndi ona görə, yəni konkret olaraq mən seçirəm misal üçün. Qabağıma 10 məlumat gəlir, onların içindən seçirəm və özümə lazım olanları oturub oxuyuram ki, mənim üçün faydalı olsun. Boş informasiyanı beyni yükləmək lazımdır. Amma deməyim odur ki, bu günün AI toolları kifayət qədər axtarış imkanları verir. Yəni dəhşətli dərəcədə. Fantastik. Araşdırmaları lazım ki, həqiqətən bu təlim şirkətinə işləməyə dəyərmi, dəyməzmi? İşlədi. Zaten sonra nə baş verir? Təlim şirkətinə seçirlər, buraxırlar hər şeyi təlim şirkətinin ümidinə. Yəni sənin onda bir kontrol mexanizmi, feedback mexanizmi olmalı ki, davamlı olaraq hər sessiya sonrası rəylər alasan ki, görəsən iştirakçılar razıdır yoxsa yox, narazıdır. Sən ölçmüsənmi ki, misal üçün yadımda çox vaxt biz onu ölçmüşdük bir şirkətdə. Təlimdən öncə ölçürsənmi ki, pretest eləmisənmi ki, bu adam A nöqtəsində idi, təlimdən sonra B nöqtəsinə gəlməyib, amma üçün A nöqtə 0.5-ə gəlib də bu bədbəxtdir. Razıyam. Sən bir dənə keys danışım. Misal üçün bazar günü Miranı aparmışam, qızımı aparıram əyləncə mərkəzinə. Əyləncə mərkəzindən pul tökürəm, amma uşaq elə ləzzət almır da. Biz daha çox ləzzət alırıq. Nəinki Mira. Çıxdıq mərkəzdən. Mərkəzin qabağında park vardı. Parkda sadəcə sürüşkən vardı. Mira sürüşkəni gördü, qaçdı. Ancaq qalxır, sürüşür, düşür, qalxır, sürüşür, düşür. Fərdə qayıtıb bir qəşəng sözdür. Dedi ki, biz indiyə qədər özümüz istədiyimiz yerə aparırmışıq. İndi bunun öz istəyə gəldi. İndi təlim də elə bir şeydir ki, məncə əməkdaş korporativdə də olsa, əməkdaşa ən azından sual verilməlidir, nə istəyirsən, ölçülməlidir və onu tamamilə anlatmaq lazımdır ki, o agahlığı yaşasın ki, gedəndə nə götürəcəyini də bilsin. Təşəkkür edirəm. Çox sağ ol. Yorulmayasan. İnşallah növbəti podkastlarda görüşərik. İnşallah.